Her vaxtınız xeyir, əziz izləyicilər. Xoş gördük sizləri. Hər şənbə günü axşam saat 8-i göstərəndə Arzu TV'nin efirində Sevinçli Dəqiqələr proqramı start götürür. Biz istərdik ki, ömrümüzün hər anı sevinçli olsun. Biz də sizin qonaqlarınız olaraq istəyərək ki, könlünüzü oxşayan musiqilərlə sizləri bu axşamın gözəlliyinə qərq eləyək. Balıqçılıq istirahət mərkəzi gözəl Ağdamımızın gözəl məkanlarından biri. İsti yay axşamlarının sərin güşəsi, ailəvi istirahət mərkəzi. İstənilən vaxtı bu məkanın xidmətindən istifadə edə bilərsiniz. Ailəli, uşaqlı, yaxınlarınızla bu yay axşamlarının dadını burada çıxardarsınız. Xoş gördük sizi. Bugünkü efirimizin qonağı elimizin, obamızın şənliklərində tanınan və hamıya özünün məlahətli səsi ilə hər kəsin qəlbini oxşayan Azadi Quliyev. Xoş gördük. Həmişə efirlərdə musiqiçilərimizi salamlayırıq. Maşallah, bugünkü sənətkarlarımız, musiqiçilərimiz gənclərimizdir. Biz də elə dövlətimizin yeritdiyi xəttə, siyasətə uyğun olaraq istəyərik ki, həmişə gənclərimiz efirdə olsunlar. Xoş gördük, hər birinizi xoş gördük. Azadi Quliyev, el şənliklərinin gözəl sənətkarı. Xoş gördük. Buyurun. Çox sağ olun müəllim. Mən çox sağ ol deyirəm sizə, bugünkü gün bizi dəvət eləmişsiniz öz efirinizə. Arzu TV-yə öz minnətdarımı bildirirəm. Gözəl məkanda bizə xidmət göstərdiyinə görə Balıqçılıq İstirahət Mərkəzinin rəhbərliyinə öz təşəkkürlərimi bildirirəm. Dəyərli sənətçilərimizə öz təşəkkürümü bildirirəm. Bugün əziyyətlərimizi çəkir. Gözəl gitara ifaçımız Qoşqar Ağdamlı, xoş gəlmişsən. Nağara ifaçımız Tacəddin qardaşımız Sahib Ağdamlı sinsadır alətində. Rəvan Zamanoğlu, xoş gəlmişsiniz. Hər biriniz ayrı-ayrılıqda, hər birinizə öz minnətdarımı bildirirəm. İlqar müəllim, çox sağ ol. Bir daha sizə də öz minnətdarımı bildiririk ki, daim siz bizim dəstəyimiz olmuşsunuz. Gözəl nəğmələrinizdən, musiqilərinizdən birini səsləndirin. Söhbətimiz çox olacaq. Buyurun, söz musiqinin. Ala göz, ala göz,
Yarpağını gəzərəm, güllərini yüzərəm. Hər nazına dözərəm, mənim olay ala göz. Yarpağını gəzərəm, güllərini yüzərəm. Hər nazına dözərəm, mənim olay ala göz. Düşər üzdə xala gönül, şirin sözüm ala gönül. Qara gücə can qurban, yaman olur ala göz, yaman olur ala göz, ala göz ay ala göz. Düşər üzdə xala gönül, şirin sözüm ala gönül. Qara gücə can qurban, yaman olur ala göz, yaman olur ala göz, ala göz ay ala göz. Düşər üzdə xala gönül, şirin canım ala gönül. Qara gözə can qurban, yaman olur ala göz, yaman olur ala göz, ala göz ay ala göz. Düşər üzdə xala gönül, şirin sözüm ala gönül. Qara gözə can qurban, yaman olur ala göz, yaman olur ala göz, ala göz ay ala göz. Yaman olur ala göz, yaman olur ala göz, ala göz ay ala göz. Əziz izləyicilər, əgər sizin də aranızda oxumaq istəyən, sənətinə qiymət verən, özünü efirlərdə görmək istəyən, Arzu TV'nin efirində sevinçli dəqiqələrin qonağı olmaq istəyən musiqiçilər, rəqs qrupları, şairlərimiz, yazıçılarımız, sənətkarlarımız siz də müraciət edib Arzu TV'nin efirindən izləyicilərinizin qonaqları ola bilərsiniz. Bizim, yenə qeyd edirəm, özümüzün çəkiliş pavilyonumuz olmadığına görə istənilən məkanlarda səyyarı şəkildə çəkilişlərimizi çəkə bilirik. Məkan sahibləri də Arzu TV'ni dəvət edə bilər, oradan da çəkilişlərimiz olar. Azadi bəy, mən sizi tanıyan adam kimi deyirəm, sizdə səs nəsil kökdədir. Yəni, əmlərinin də, tanıdıqlarımın çoxunun səsi var, amma onlar heç biri oxumadılar. Səni bu sənətə hansı maraq və hansı istək gətirdi? Bu sənət müəllim dərin sənətdir, bunu hamıdan gözəl siz bilirsiniz. Mən bu sənətə gəlməkdə birinci növbədə Allah hamının valideynlərinə can sağlığı versin. Atamın arzusu olub, Allah mənim də atama can sağlığı versin. Onun istəyi ilə, onun arzusu ilə gəlmişəm bu sənətə. Və bu sənətdə gəlməyimdə mənə dəstək olan insanlara hər birinə yenə öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Hamısına ayrı-ayrı öz təşəkkürümü bildirirəm. Bizdə də mən oldum da bu sənətə çıxan. Sizə sənətinizdə uğurlar arzulayırıq. Bir musiqi nömrəsindən də qonaqlarımızı necə deyərlər, qulaqlarına bir gözəl musiqi səsi ilə istirahət gəlsin və söhbətlərimizi davam edib növbəti növbələrimizdə musiqiçilərimizin də, sənətkarlarımızın da ifalarını sizlərə təqdim edəcəyik.
Sizi ilk eşkimi şahidi dağlar, şahidi dağlar, etirli bahçalar, çiçeğli bağlar, çiçeğli o yüzü dönmez, silen yüreği onu soralar. ilk eşkimi şahidi dağlar, şahidi dağlar, etirli bahçalar, çiçeğli çiçeğli bağlar, deyin hardadır, deyin hardadır, o yüzü dönmez, silen yüreği, silen yüreği onu soralar. Değil hardadır, o yüzü dönmez, silen yüreği onu sorar. Vay 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 yaman ay ay Yazık hatireye döndü yeter.
sevgimi hatıraya döndü öten sevgimiz kimlere yaldandı bitti sevgimiz heyf o sevgiye bitti sevgimiz sevebilir miyim seni ben kadar seni ben kadar hasretin kalbimi yandırıp yakar gözlerim gittiği yollara bakır hasretin kalbimi yandırıp yakar gözlerim gittiği yollara bakır gözyaşın kalbime gizlice yakar didirir elimi bu hasret keder sevebilir mi seni ben kadar seni ben kadar Fükaram ömrümün itimden alsın Bulacağım sevgime tutmuşam yasın Sen bir özge yar körpe yanasın Olsam da yadında kalsın bu sözler O sevebilir mi seni ben kadar Küsmeyay sevimli ceylan Derdim çok düze bilmirem Yüz sevirir gitmem elden Ben sensiz düze bilmirem Yüz sevirir gitmem elden Sensiz düze bilmirem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmem Sensiz yaşayabilmem Sensiz yaşayabilmem Sensiz yaşayabilmem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmirem Sensiz ben düzebilmirem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmirem Sensiz yaşayabilmirem Teşekkür ederiz Azadi müəllim. Güzel musiqiçilərimiz, balalarımız Allah senden sağ eləsin. Bəli, her şey sevgiden doğulur. Sevgi sevgiden doğulur. Herkese mən sevgili olur, ömür arzulayıram. Hansı qəlbdə sevgi varsa, o qəlbdə kinə küdrətə yer yoxdur. Qəlbinizə sevgi yükləyin ki, qəlbinizə bəd duyğular yol tapa bilməsin. Mən istədiyim həmişə olduğumuz verilişlərdə özümün yaradıcılığımla beraber istəyirəm, özümün ürəyimcən olan şeirlər də səsləndirəm. Yəni burada başka bir şeir deyən qonağımız olsa, təbii ki mən üstünlüyü ona verərəm. Amma istəyirəm ki, musiqinin olduğu yerdə bir şeir də olsun. Bir şeirlə istəyirəm qonaqlarımızı mən də salamlayam. Məni kömək elə, unudum səni. Mən də rahatlaşım. Sən də rahatlaş. Mən səni yox sayım, sən də ki məni.
mən də rahatlaşım, sən də rahatlaş. Bizi bağlayan ip incədən incə, qırılsa düşəcək hərə bir küncə. Bu eşqin çarəsi tək budur məncə. Mən ölüm, sən dayan gözlərində yaş. Mən də rahatlaşım, sən də rahatlaş. Bilirəm qoymuşam üz ürəyində, dözülməz olsa da döz ürəyində. Bu eşqi dəfn elə öz ürəyində. Altına bir daş qoy, üstünə bir daş. Mən də rahatlaşım, sən də rahatlaş. Bu eşqin əlindən öləm mən gərək. Qəflətən dayansın, vurmasın ürək. Sən də ki əlində çiçək, məzarım üstündə deyəydin ki kaş. Mən artıq rahatam, sən də rahatlaş. Mən də rahatlaşım, sən də rahatlaş. Hər kəsə rahat ömür, sevgi arzulayıram və istəyərdim bu gənc musiqiçilərimizə də bir vaxt verək. Hərəsi bir musiqi nömrəsi ilə öz məharətlərini göstərsinlər.
Qoşqar, Tacəddin, Sahib, Rəvan, eşq olsun hər birinizə. Hər birinizə uğurlar arzulayıram. Bu sənət elə bir işdir ki, burada uğur da olur, uğursuzluq. Yəni hər uğurun arkasında bir uğursuzluq dayandığı kimi, hər bir uğursuzluğun arkasında bir uğur var. Siz çalışın, heç vaxt təslim olmayın. İrəli gitmək lazımdır. Həzrət Əlinin bir sözü var, sən yoluna davam elə. Sənə çatmaq istəyən gəlib sənə çatacaq. Mən hər birinizə sənətinizdə uğurlar arzulayıram. Əziz izləyicilər, əgər siz də məclislərinizdə bu gözəl balalarımızı Azadi bəyə görmək istəyirsinizsə, Arzu TV-nin ekranlarında gördüyünüz nömrədən müraciət edib admindən bu gözəl qrupun nömrəsini götürə bilərsiniz. Azadi müəllim, söz musiqinindir. Səni tanıyıram, sən Ziyalı ailəsində böyüsən də danışmaqla bir o qədər aran yoxdur. Ona görə də söhbətdən çox oxumaq. Buyur. Coşan dallar, qayalar, dağlar Sahil sakin çəkilir ayaqlar Coşan dallar, qayalar, dağlar Deyəndə ki, gəl qayılar Çatıb qara qaşlarını nədənsə Olmaz, 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 olmaz deyirsən Çatıb qara qaşlarını nədənsə Olmaz, 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 olmaz deyirsən Ay axşam da qəribdir, mən də qəribəm Nələr ürəyimdən keçib darıxdım Axşam da qəribdir, mən də qəribəm Nələr ürəyimdən keçdi darıxdım Zalım qocalığın kamil ovçusu Ox atdı sinəmi deşdi darıxdım Ne kövrək saatdır, ne kövrək yandır Ne kövrək saatdır, ne kövrək yandır Ne
nəfəsim titrədi, ay balam, ciğərim yandı. Uzaqdan ey bir çəngə bulut boylandı, xəyalım göylərə quşdu darıxdım. Qoy yazın var ağı, qalmasın ağı. Ay aman ay, qoy yazın var ağı, qalmasın ağı. Kimsə yazmasın alam qurban Bəhmən sayağı. Çox da müqəddəsdir Gəncə torpağım, Kəlbəcər yadıma düşdü darıxdım. Allah sənə qurban olum, məni bir də cavan eylə. Məni bir də cavan eylə. Könlüm intizarda deyil, qəlbim ahuzarda deyil, cənnət uzaqlarda deyil, cənnət uzaqlarda deyil. Ağdamın torpağındadır, Qarabağ torpağındadır, Qarabağ torpağındadır. Eşq olsun hər birinizə. İsti yay axşamlarının sərin məkanı, balıqçılıq istirahət mərkəzi. Hər biriniz burada ailəli, yaxınlarınızla istirahət edə bilərsiniz. Gözəl peşəkar personal, Azərbaycan mətbəxinin ləziz yeməkləri sizi gözləyir. Burada hər an gəlib dincələ bilərsiniz. Musiqiçilərimiz, hər birinizə xoş günlər, xoş anlar arzuluyoruz. Ramiz Rövşən'in bir şeiri var, deyir ki, nə çoxdur dünyanın yükü. Sevinci yük, nifrət yük. Görüşəndə sevinci yük, ayrılanda həsrəti yük. İnsan istəyir ki, həmişə yaxşı insanlarla bir yerdə olsa. Görüşmək də, ayrılmaq da bizim üçün çox əzizdir. Musiqiçilərimiz,
Buyursunlar bir musiki nömrəsi də bunlardan gəlsin. Efirimiz devam edir.
gençliyinə, genç balalarımızı, sənətkarlarımızı salamlayırıq. Arzu TV'nin efirində Sevinçli Dəqiqələr proqramı. Biz həmişə çalışmışıq ki, bizim verilişimizdən xüsusi zövq alsınlar. Qonaqlarımız müxtəlif olsa da bizim amalımız birdir. Çalışdığımız qədər istəyirik ki, efirlərimizdə həmişə klasik musiqilərə, xalq musiqisinə yer ayıraq. Və biraz da istəyirəm özümün gənclik illərimdə yazdığım bir şeiri burada səsləndirim. Shakespeare'i oxuyurdum. Orada bir kəlmə var. Yazır ki, günəşi çox sevirsən, günəş görünən kimi kölgəyə çəkilirsən. Mənim gözəl sevgilim, mən sənə inanmıram. Axı necə inanım? Özün dediklərini özün inkar edirsən. Deyirsən, günəşi çox sevirəm. Günəş mənim ruhumun aynasıdır. Parlayan şəfəqləri gözümün şüasıdır. Günəş görünən kimi kölgəyə çəkilirsən. Deyirsən, yağışı çox sevirəm. Yağış mənim ruhumu təzəliyir, anamız torpağa bərəkəti də gətirir. Yağış başlayan kimi gizlənməyə yer gəzirsən. Deyirsən, külək çox sevirəm. Külək sənin ətrini hətta lap mənə də gətirir. Mənim ətirimi də ətrafa səpəliyir. Külək başlayan kimi pəncərəni bağlayırsan. Deyirsən, şeiri çox sevirəm. Şeir eşidəndə yenidən doğuluram. Vallahi yalandan nə deyim, sənə biraz da bağlanıram. Sənə şeir deyirəm, gözlərini yumursan. Sonra deyirsən, səni sevirəm. Axı necə inanım, özün dediklərini özün inkar edirsən. Musiqiçilərimiz gözəl məkan, Arzu TV'nin efiri, Sevinçli Dəqiqələr. Həmiş istərik ki, sizlə Sevinçli Dəqiqələrdə görüşək. Bizim qonağımız olun, biz də sizi dəvət eləyək. Siz də bu xalqa öz bacarıqlarınızı göstərin. Mən hər kəslə sağollaşıram, sözü verirəm musiqiçilərimizə. Gözəl musiqi ilə sizləri salamlayıb, yeni görüşlərdə görüşmək ümidi ilə hər birinizə sevinçli bir ömür arzuluyoruz. Rengi seni yanağının hansı çiçeğe
çay